Salam əziz şagirdlər, gəlin zamanlar üzrə göstəricilərə baxaq. Deməli, bu göstəriciləri siz düstur üzrə bilsəz, onda zamanları tapmağınızda heç bir çətinlik olmayacaq. Məsələn, present simple tense form nədir? İndiki sadə zaman deməkdir. Yəni, məsəl üçün feilləri götürək. Məsəl üçün, go-nan olur. Necə go-nan olur? Məsələn, I, you, we, they ilə go işlənir. Tutaq ki, deyək. Amma her şey içlə də feilin sonu ya s ya da es alırıq. Bilirik onu. Ona görə də onun da sual formalarını don't-la, məsəl üçün, I, you, we, they də don't verəcəyik. Her şey itlə də doesn't verəcəyik və yaxud da sual forması da does və do-la verəcəyik. Məsələn, Ali doesn't go. Ali getmir. Və yaxud da Ali and Vəli don't go. Burada da iki şəxsdir. İki şəxsi də nə vəz edir? They. They ilə də biz nə verərik? Don't go. Dedik ki, do və does sual köməkçi feilləri bu zamanı düzəldir. Məsələn, does Ali go? Do Ali and Vəli go. Yəni, biz burada əgər feilin sonunda, məsəl üçün, goes deyək. Goes nədir? Tutaq ki, yazıram ki, Ali goes. Ali gedir, Ali goes to school. Ali məktəbə gedir, tutaq ki, school. Deməli, burada s var. Yəni, feil s ilə düzəlibdir. Çünki Əli buradakı ır kimi tərcümə olunur, bilirsiniz. Sualda da nə gələcək bura? Does. Does Ali. Bunun sonundakı s do'ya keçib bunu edibdir does. Burada da olacaq go. Başa düşdükmü? Yəni, bir sözlə s do'ya keçib onu does edir, amma feilimiz əvvəlki formaya qayıdır, go olur. Sonra zaman zərfləri necə olur? Zaman zərfləri sometimes, often, usually, seldom, frequently, never, ever, every year, every ilə gələn bütün zaman zərflərini verə bilərik. Once a week, once a month, ayda bir dəfə, həftədə bir dəfə və yaxud da twice a week, həftədə iki dəfə və s. Rarely, nadir hallarda və s. Bir də məsəl üçün sometimes, often, usually, neverdir. Bunlar işlənirlər mübtəda və xəbər arasında. Mübtəda və xəbər arasında deyərkən, məsəl üçün, burada Ali mübtəda, burada go xəbərdir. Burada işlənə bilər often, usually, never, sometimes, sonra işlənə bilər seldom və s. Bir də always işlənə bilər təbii ki də. Burada məsəl üçün always verilməyibdir, always-i də verə bilərik həmişə. Yəni, bunlar mübtəda xəbər arasında işlənir. Əgər mübtədadan sonra to be'nin forması gələrsə, amma bunlar to be'nin formasından sonra gəlir. Məsəl üçün, to be'li feillər görmüşük. Məsəl üçün, to be late, eləmi? Gecikmək deməkdir. Deyirəm ki, mən tez-tez işə gecikirəm. I am often late to work. Nə oldu? I am often late. Gördünüzmü? To be'nin forması və feilin arasında often gəldi və yaxud da digərləri də gələ bilər. Keçirik past simple-a. Past simple bütün şəxslərdə eynidir, uşaqlar. Məsələn, regular və onun feillərdə nədir? Qaydalı və qaydasız feillər. Qaydalılar id ilə düzəlir, qaydasızlar isə kökündən dəyişilir. Məsələn, she played, o oynadı. Və yaxud da he went, o getdi. Kökündən dəyişiləndə də bilirik ki, məsəl üçün, go-nun da keçmişi nədir? Went. Və yaxud da bunun da sual formasını nə düzəldir? Təbii ki də did düzəldir. Did də bütün şəxslər üzrə eynidir. Yəni, nə he, nə she də fərqlənmir. Do, does kimi fərqlənmir. Məsələn, did she play və yaxud da played olarmı? Olmaz. Çünki niyə? Did deyir ki, keçmişliyi mən öz üzərimə götürürəm, feili isə bölüb birə keçməlidir. Tutaq ki, yazıram. Məsələn, she went to school. O məktəbə getdi, went. O məktəbə getdi deyirəm. Baxıram ki, went keçmiş zamandır, go-nun keçmişidir təbii ki də. Burada sualı nə verəcəm? Did. Nə olacaq? Did she go olacaq burada. Went keçəcək go'ya.
Did she go to school? O məktəbə getdimi? Və s. Və yaxud da sual dedi ki, did he go olur, she didn't play olur. Yəni didi harda görsəz sualda, istərsə də inkarlıqda görsəz feil verb 1-də olur. Yəni keçmişdə olmayacaq. Və yaxud da burada da belə. Deməli, zaman zərfləri nədir? Yesterday dünən, last week keçən həftə, last day, last month, yəni lastdan gələn bütün zaman zərfləri. When I was 10, məsələn 10 yaşımda olanda və yaxud da ki, balaca vaxtı yaş kateqoriyalarını yaza bilərik. In my childhood, mənim uşaqlığımda, once upon a time, bir zamanlar, the day before yesterday, sırağa gün, ago, əvvəl və yaxud da ötüb keçmiş, bitmiş illəri də hər hansı birini yaza bilərik. Sonra bəzi feillər var ki, deməli, onların hər üç forması eynidir. Məsəl üçün, bunlara amor feillər deyirlər. Cut, cut, cut. Yəni kəsmək. Yəni indiki zamanda da cutdı, verb 2-də də cutdı, verb 3-də də cutdı. Və yaxud da put, put, put. Broadcast. Və yaxud da read, cost. Sonra heart, feet, let, set, bir də shot. Məsələn, she cut her nail. Deməli, baxıram ki, keçmiş zamandakı cümlədir. Niyə? Əgər mən cut'ın keçmiş və yaxud da indiki zaman olmağını bilmək istəyirəmsə, feilin sonuna baxmalıyam. Deməli, cut olsa, indiki sadə zaman olur, present simple-da. Amma cut elə sadəcə verilibdirsə, deməli, keçmiş zamandadır. Deyirəm ki, o öz dırnağını kəsdi. Aha, burada da nə olacaq? Cut olanda o öz dırnağını kəsir, present simple-dır. Yəni, bu amor feilləri qəsdindən verirlər, she ilə, he ilə və yaxud da şəxs adları ilə verirlər ki, şagird görək onu keçmiş və yaxud da indiki zaman olduğunu bilir, yoxsa bilmirdi. Keçək gələcək zamana. Gələcək zaman əsasən rahatdır. Deməli, gələcək zamanı isə shall-lə və yaxud da will-lə, köməkçi feillərlə düzəlib və sual və inkarı da özü ilə düzəldir uşaqlar. Digər şəxslər, məsəl üçün shall işlənir I və we ilə. Digər şəxslərlə də will işlənir. Baxın, məsələn, she will come back in 2 days. Yəni deyirəm, o 2 günə gələcək, qaydacaq. Will she come back in 2 days? O 2 günə qaydacaqmı? She won't come back in 2 days. O 2 günə qayıtmayacaq. Deməli, will notun qısa forması da nədir? Won't. Bəzən uşaqlar çaşırlar bunda. Nəysə planlayırıqsa to be going to ifadəsi var gələcək zamana aid. Yəni niyyətində olmaq deməkdir. Məsələn, I am going to join English classes. Mən ingilis dili dərslərinə qoşulmaq niyyətindəyəm. To be going to ifadəsidir. Və yaxud da I expect, hope, yəni və yaxud da sure, wonder, think bu feilləri görəriksə, gələcək zaman gəlməlidir digər tərəfdə də. Yəni mən gözləyirəm, ümid edirəm, əminəm, düşünürəm və yaxud da maraqlanıram. I hope you will pass the exam. Deyir ki, mən ümid edirəm ki, sən imtahandan keçəcəksən. Zaman zərfləri nələrdir? Tomorrow, sabah, soon, tezliklə, after 7 days, 7 gündən sonra. Məsələn, deyirəm ki, 7 gündən sonra mən Bakıya gedəcəyim. I will go to Baku after 7 days. Next day, növbəti gün. Next-dən gələn bütün zaman zərfləri, yəni gələcək zamana aiddir. The day after tomorrow, yəni deməli nə olacaq? Sabahdan bir gün sonra nə olur? Bir gün. Yəni bu da gələcək zamana aiddir. In 2 days və yaxud da in 2 years olsun. 2 ildən sonra, 2 gündən sonra və s. Keçirik in the past future simple, yəni gələcək zaman, keçmiş zamanda olan gələcək zamana baxırıq. Deməli, will-in, shall-in keçmiş zamanı would və should-dur. Plus fail past simple ilə uzlaşır, yəni keçmiş sadə ilə uzlaşır uşaqlar. Məsəl üçün, I hoped you would pass the exam. Ümid edirdim ki, sən imtahandan keçmişdin. Məsələn, biz bilirik ki, burada qısa formada vermişəm. Yəni, biz zamanları uzlaşdırarkən necə yoxlayırdıq uşaqlar? Deməli, indiki sadə ilə gələcək sadə, indiki sadə ilə indiki sadə və yaxud da keçmiş sadə ilə keçmiş davam edir zaman və yaxud da keçmiş sadə ilə keçmiş bitmiş zaman, indiki bitmişlə indiki sadə, yəni belə indiki ilə indikiləri uzlaşdırırdıq, keçmişlə keçmişləri uzlaşdırırdıq. Yəni, bunlarda diqqətli olmalısınız. İndi keçirik present simple continuous, indiki davam edir zaman formasına.
İndiki davam edici zaman forması to be-nin indiki zaman formaları plus verb ing ilə düzəlir. Məsələn, sual və inkarda özü düzəldir. Zamanları necədir? At a moment, hal-hazırda, bu dəqiqə, still, hələ də, at present, bu da hal-hazırda, now, indi. Əmr cümləsi də görsəz ki, be quiet, look sözlərini görsəz, deməli cümlə davam etməlidir indiki davam edici zaman forması ilə. Məsələn, don't make a noise. Səs salma. The baby is sleeping now. Körpə yatır. Yəni hal-hazırda körpə yatır. Nə oldu? To be-nin forması plus verb ing. Diqqətli olun. Plan üzrə gedərkən məsələn, plan üzrə gedəriksə, uşaqlar, what are you doing today? Yəni deyirsən, bugün nə etmək niyyətindəsən, nə edəcəksən yəni? Aşağıdakı feillər davam edicidə işlənmirlər uşaqlar. Məsələn, bunlar da sensitive verbs adlanır, yəni hiss bildirən, qavrayış bildirən feillər adlanırlar. Bunları davam edicidə vermək olmur. Məsəl üçün, like, xoşlamaq, hate, nifrət etmək, recognize, tanımaq, need, ehtiyacı olmaq, depend, aslı olmaq, suppose, güman etmək, dislike, xoşlamamaq, want, istəmək, sim, görünmək, love, sevmək, wish, arzulamaq, conscious, ibarət olmaq, notice, görmək, mean, məna vermək, prefer, üstün tutmaq, mind da etiraz etmək. Bunlar dedik ki, davam edicidə işlənmirlər. Deməli, biz burada baxırıqsa, məsəl üçün, have, varı olmaq, malik olmaq feilini biz burada verə bilmirik ifadədir. Və yaxud da see, baxmaq, görüşmək mənasında olur. Amma have ifadə mənasında ola bilir. Məsəl üçün, have breakfast. We are having breakfast deyə bilirik. Biz indi səhər yeməyi yeyirik. Amma biz var olmaq, malik olmaq, I having a doll deyə bilmərəm. Yəni, I have a doll deyəcəm. Mənim gəlinciyim var, kuklam var deyirəmsə. Yəni, var olmaqda have feili davam ediciyə düşmür, ifadə isə düşə bilir. See, baxmaqda düşmür, görüşmək mənasında davam ediciyə düşə bilir. Think, rey mənasında düşə bilmir, amma davamlı nəysə fikirləşirsənsə, onu davam edicidə deyə bilərsən. Məsəl üçün, I'm having breakfast now. Baxın, bayaq dedim yenə, yəni mən indi səhər yeməyini yeyirəm. Gedirik past continuous-a. Past continuous necədir? Yəni, to be-nin keçmiş zaman formaları plus verb ing olur. Məsələn, past continuous-la past simple uzlaşır uşaqlar. Yəni, keçmiş davam edici ilə keçmiş sadə. Burada da when. Ben burada and də bağlayıcısı funksiyasını, rolunu oynayır. Məsələn, while var ki, while-da arkan ərkən past simple-la past continuous ala bilir. Sonra, məsələn, zaman zərflərinə də set time yesterday, dünən bu vaxtı, at 2 o'clock yesterday, dünən saat 2-də, all day long yesterday, dünən bütün günü, all day və yaxud da ki, tək başına da keçmiş davam edicidə işlənə bilər. Whole day last Monday, bazar ertəsi bütün günü və yaxud da ki, məsələn, burada nümunəyə də baxaq. When I was came, my mom was cooking. Deyir ki, mən gələndə anam yemək bişirirdi. Deməli, uşaqlar, mənim gəlməyim bir anlıq baş verir. Amma yemək bişirmək prosesi davamlı olan bir prosesdir. Onu davam edici zaman formasında deyirik. Was doing, məsəl üçün, while was doing my home task, my brother was playing football. Deyirəm ki, mən ev tapşırığımı edərkən qardaşım futbol oynayırdı. Lakin hər iki tərəfdə də while-la veririksə, məsəl üçün, hər iki tərəfin davam edici zamanda verə bilərik. Yəni, mənim ev tapşırığım etməyim, bu da davamlı bir, davam edici zamanda olan bir hərəkətdir. Futbol oynamaqda davamlı bir hərəkətdir. Ona görə də hər ikisini davam edici zaman formasında verdik. Yəni, yadınızda saxlayın ki, məsəl üçün, atam evə daxil olarkən, mən televizor izləyirdim deyirəmsə, olur ki, when my dad entered the room, I was watching TV. Yəni, televizor izləmək davam edici zamanda olan bir prosesdir. Amma atanın daxil olması 1-2 saniyəlik və 3 saniyəlik bir prosesdir. Evə qapıdan içəri girirsən və salam, davam edən hərəkət yoxdur daha. Gedirik future continuous. Future continuous'da da will be, shall be plus verb ing olur. Və yaxud da burada baxırıq ki, at a time tomorrow. Sabah bu vaxtı
və yaxud da at 5 o'clock tomorrow, sabah saat 5-də. For example, məsələn, I shall be teaching at that time. Deyir ki, bu vaxtı mən öyrənmiş olacağım. At that time tomorrow, sabah bu vaxtı mən öyrənmiş olacağım. Yəni öyrənməkdə olacağım. Past simple ilə uzlaşır. Deməli, future continuous in the past-da baxaq, keçmiş zamanda. Uzlaşır nə ilə? Past simple ilə uzlaşır uşaqlar. Məsəl üçün, would be, should be, plus verb ing. He said that they would be playing football at 5 o'clock tomorrow. O dedi ki, onlar sabah saat 5-də futbol oynamaqda olacaqlar. Burada said var, keçmişdədir. Demək, oynamaqda olacaqlar tomorrow. Məsələn, burada da nə olur? Gələcək zaman keçmiş sadə zamanla uzlaşa bilir. Baxın, burada keçmiş zamandır. Burada isə past continuous in the past, keçmişə nəzərən gələcək davam et zaman forması. Present perfect nədir? Ib, ib, ub, üb, mış, miş, muş, müş şəkilçisini özündə ehtiva edir. Sualı və inkarı özü ilə düzəldir. Deməli, bunun quruluşu have, has, plus possible to fiili ilə düzəlir. Burada da qaydalı, qaydasız feillər böyük rol oynayır. Qaydalı feillər sonuna id, qaydasız feillərin də verb 3 forması, və yaxud da possible to forması deyək, rol oynayır. Go, indiki, went keçmiş, gone bitmiş. Deməli, he, she, it, məsəl üçün, Ali, cat və s. biz has veririk. Have isə digər şəxslərlə veririk. Have you ever been to Paris? Sən Parisdə olmusan, amma bir də burada to Paris deyirəmsə, in Paris olmaz uşaqlar. Been to quruluşudur, been to. Deməli, zaman zərflərində də olur edə artıq just, təzəcə, yet, sual və inkarda işlənir, hələ deməkdir. Never heç vaxt, ever hər halda, lately son zamanlar, recently də son zamanlar, since hərəkətin başlanğıcını bildirir, for davam etmə müddətini bildirir. This week, this month, bu həftə, bu ay, today, bugün, before, əvvəl. Deməli, zaman zərfləri də bunlardır. Past perfect-də baxaq. Past perfect-də had plus possible to bütün zamanlarda, yəni bütün şəxslərlə eynidir. Deməli, by ilə plus zaman bildirən sözlərlə işlənir. By mütləq burada vurğulamalıyıq. Məsəl üçün, by Friday, bazar gününə qədər deyir. No sooner than var, elə təzəcə deməkdir. Scarcely when də elə təzəcə, məsəl üçün, hardly when də. Bunlar bir yəni quruluşda olan zaman göstəricilərdir. By the time, eyni zaman before, əvvəl, when, on the, and-də. Plus past simple gəlir. Past simple, məsəl üçün, burada after ortada gəlib. Past simple öndə, past perfect də digər tərəfdə gələ bilir. Məsələn, I had slept before my dad come. Deyir ki, atam gəlməmişdən öncə mən yatmışdım. Deməli, bunun yatmağı daha öncə baş veribdir, sonra da ata gəlibdir. I started my homework after my mom had made dinner. Deyir ki, mən ev tapşırığımı başladıqdan sonra anam nahar etdi, nahar düzəltdi. Deməli, bu ev tapşırığına başladıqdan sonra ana da deməli nahar düzəldibdi. Yox, bu ev tapşırığına başlayandan sonra, okey. Future simple nədir? Future perfect nədir? Sual və inkar özü ilə düzəldir. We have və yaxud da shall have plus possible to. Məsələn, by this time tomorrow, sabah bu vaxta qədər və yaxud da ki, bu ayın sonuna qədər və yaxud da ki, mayın başlanğıcına qədər və s. They won't have finished the project by the end of October. Deyir ki, onlar oktyabrın sonuna qədər proyekti bitirməyəcəklər, bitirmiş olmayacaqlar yəni. Perfect continuous in the past nədir? Yəni, indiki bitmiş, keçmişə nəzər indiki bitmiş, davam edən zaman forması. Have, has, plus, been, plus verb ing gəlir. Məsələn, I have been teaching English for 8 years. Mən deyir, 8 ildir ki, hərəkətin davam etmə müddətini bildirir. 8 ildir ki, ingilis dili öyrənirəm, öyrənmiş oluram. Had, plus, been, plus verb ing. I had been teaching English for 8 years. Bu da keçmişə nəzərən keçmiş davam edicidir. Yəni deyir ki, 8 il idi ki, mən ingilis dili öyrənmiş olurdum. Deməli, zamanların uzlaşmasına baxırıq. Gələcək zamanlarına indiki zamanlar,
İndiki zaman, indiki zamanla və yaxud da gələcək zamanla, keçmiş zamanlar keçmişlərin biri ilə uzlaşır. In, on, at zaman bildirən sözlər ardıcıl hərəkət, past simple-da. Past simple, future simple. Deməli, in, on, at plus zaman bildirən sözlərdir. Yəni, bunlar işlənir bu zamanlarda. As soon as nədir? Kimi deməkdir? Future simple. Deməli, bunlar ortada görsək, uşaqlar. Deməli, solunda bunlar, sağında bunlar ola bilər. Məsəl üçün, gələcək sadə zamanla indiki sadə, indiki sadə ilə indiki sadə, gələcək sadə ilə keçmiş sadə ola bilər, after zad olanda, in the past-la və yaxud da ki past. Deməli, burada as soon as, məsəl üçün, here comes, we shall not go out. Deməli, burada deyir ki, o gələn kimi biz çölə getməyəcəyik. Will come olmayacaq. Deməli, we shall not go olacaq. Görürsünüzmü? Sonra, while varsa, past continuous, keçmiş davam edəcəyinə, keçmiş davam edəcək, keçmiş sadə ilə keçmiş davam edəcək, indiki sadə ilə indiki sadə uyğun gəlir. Sonra, məsələn, I was sleeping while mom was cooking. Deyir ki, anam yemək bişirərkən mən yatırdım. My brother broke my bike while I was sleeping. Mən yatarkən, qardaşım deyir, mənim velosipedimi qırdı, daha doğrusu. While she is away, her sister takes care of her son. Deyir ki, o öz yolunda olarkən onun bacısı onun oğlunun qayğısını qalırdı. Since 2016, məsəlcə 2016-dan bəri, for 3 months, 3 aydır ki, deməli for hərəkətin davam etmə müddətini, since hərəkətin başlanğıcını bildirir. Have, has, plus possible və yaxud da had plus possible to-dan yapışacaqsınız. Məsəl üçün, have, has, had plus been plus ing də ola bilir. Bütün bitmişlər, məsəl üçün, bağlayıcı kimi plus cümlə gətirir. Since plus past simple, since-dir, baxın bu. Deməli, bütün bitmişlər ola bilər. Amma since-dən sonra keçmiş sadə gəlir. Deməli, bütün bitmişlər nə deməkdir? Keçmiş bitmiş də, indiki bitmiş də ola bilər, amma since-dən sonra indiki sadə, keçmiş sadə götürün. I have been living in Baku since I was born. Mən doğulandan bəri Bakıda yaşayıram. Have, has, plus possible to, ever, since, when və yaxud da have, has, plus been, ing, məsəl üçün, how long, since və bütün bitmişlərlə işlənir. Nə qədər müddətdir ki, və yaxud da nə zamandan bəridir ki, işlənir. How long-u, when-i, what time-i görsəz, have, has, plus, have-dir və yaxud da past-unu götürmürsünüz. Bu qədər.